Salam dəyərli izləyicilər, Psixoart efirdədir. Bugün musiqinin psixologiyasını araşdıracağıq. Musiqi sadəcə eşitdiyimiz səs deyil, o insanın daxili dünyasına toxunan və bəzən izah edə bilmədiyimiz hissləri üzə çıxaran bir dildir. Çox danışmadan bugünün dəyərli qonaqlarına keçid etmək istəyirəm. Bugünkü qonaqlarımız sənətin və psixologiyanın unikal dünyasını birləşdirən iki fərqli sahənin nümayəndəsidir. Azərbaycan musiqisinin dəyərli ifaçısı Ceyhun Səmədov bizimlədir. Xoş gəlmisiniz Ceyhun. Və şüuraltı terapist Rəqsanə xanım Ağamaliyeva bizimlədir. Xoş gəlmisiniz Rəqsanə xanım. Qeyd etmək istəyirəm ki, qonaqlarımızın hər ikisi mənim həyatda real dostlarımdır. Bir daha xoş gəlmisiniz. Ceyhun, ilk sualım sizə olacaq. Musiqiyə başlayanda ilk olaraq hiss gəlir yoxsa texnika? Təbii ki, duyğu gəlir, hiss gəlir. Öncəliklə musiqiyə başlayanda. Əgər bir bəstə üzərində işləyirsənsə, əgər hər hansısa bir musiqi yazmaq istəyirsənsə, birinci hiss gəlir. Sonra onun texniki tərəflərini işləyirik. Təbii ki, birinci duyğu. Rəqsanə xanım, musiqi şüuraltımıza necə təsir göstərir? Musiqi şüuraltımıza birbaşa təsir etməsə də, gün ərzində dinlədiyimiz musiqilər bilinçaltımıza, şüuraltımıza fərqli bir formada təsir edə bilər. Yəni dinlədiyimiz neqativ musiqilər və yaxud da pozitiv musiqilər. Yəni deyək ki, bilinçaltımızda biz qəmli musiqilər dinləyiriksə, Azərbaycanda keçmişdən gələn bizim qəmli melodiyalarımız var və bu da bilinçaltımıza ayrılıq, qəm və buna təsir edir. Ancaq biz gün ərzində fərqində olmadan dinlədiyimiz musiqiləri bilinçli olaraq, yəni fərqində olaraq dinləsək, artıq bunu fərqli bir baxışdan həyatımızı yönləndirdiyini görəcəyik. Məsələ deyək ki, siz gün ərzində hansısa bir istiqamətdə gedirsiniz, amma fərqində deyilsiniz. Evə necə çatmısınız, hipnotik bir vəziyyətdə. Sonra amma avtobusda dinlədiyiniz, heç fərqində olmadığınız o musiqi dilinizdə zümzümə olmağa başlayır. Və bu deməkdir ki, biz fərqində olmadan musiqi birbaşa bizim şüuraltımıza təsir edir. Bəs musiqinin sözləri bizim gələcəyimizə təsir edə bilir? Əgər biz onun fərqində oluruqsa, xeyr, amma fərqində olmuruqsa, bəli. Məsələn, deyirlər ki, psixologiya kitablarında, psixologiya verilişlərində eşitmişəm ki, deyirlər ki, bizim qulaq asdığımız mahnılar, bizim baxdığımız filmlər, eşitdiyimiz sözlər bizim gələcək həyatımıza birbaşa təsir göstərir. Bəli, az öncə söylədiyim kimi, əgər biz şuurlu olaraq güclü bir şuuraltımız varsa, o bizə heç bir təsir etməyəcək. Ancaq biz şuuraltı olaraq güclü deyilmiksə, o bizə gün ərzində həyatımızı yönləndirəcək. Deyək, ayrılıq mahnısı az öncə vurğuladığım kimi dinləyiriksə, hipnotik bir vəziyyətdə gedirik və fərqində deyilik və dinləmişik o musiqini, onun sözlərinin fərqində deyilik, sadəcə onu dinləyirik və bir də baxırıq ki, həmin anı öz həyatımızda yaşayırıq. Ancaq bunu şuurlu olaraq etdiyimizdə, yəni fərqində olaraq, yəni biz bunu dəyişə bilərik. Heç bir şey heç bir musiqi mənim həyatıma təsir edə bilməz formasında. Şuurumuz güclü olsa, yəni bilinçaltımız güclü olsa, o bizə heç bir təsir etməyəcək. Aha, başa düşdüm. Ceyhun, mahnı seçərkən əsas diqqət hissdədir, yoxsa söz və melodiya əsasdır? O mahnı seçərkən mən mahnı seçməmişəm hələ ki. Mahnını özüm yazıram da. Dəqiq. Onlar qarışıqdır. Ola bilər ki, məsələn, sözlər xoş gələr, ona musiqi yazırsan. Ola bilər, məsələn, musiqi xoş gələr, ona söz yazırsan. Belə bir şeylər var. Amma təbii ki, dostlarımın və ya ətrafımda olan insanların musiqilərinə qulaq asanda və ya mənə göndərilən təklif musiqilərinə qulaq asanda öncəliklə melodiyası məni maraqlandırır, vokal kantası məni maraqlandırır. Çünki digər şeylər o qədər də əhəmiyyət kəsb eləmir. Yəni onu dəyişmək, korreksiya eləmək olar, amma vokal kantasını və musiqini korreksiya eləsən, onda özün yazmış kimi olursan. Amma mütləq şəkildə musiqiyə daha çox melodiyaya baxıram. Məsələn, Getmə mahnısını seçərkən nəyi düşünüb, necə düşünüb onu dəyişdirməyi və o cür gözəlliyi yaratmağı bacardın? O əslində bir növ məşq kimi eləyirdim. Sən də bilirsən, biz bir yerdə musiqilər eləmişik. Bir növ köhnə musiqiləri mən yeni kantalarda, yeni versiyalarda ifa eləməyi
xoşlayırdım. Bunu sadəcə məşq üçün eləyirdim. Özümü inkişaf etdirmək. Daha sonra başqa mahnılar ifa edirdik. Yəni başqa, daha doğrusu mahnılar var idi ki, hansı ki onlar çıxmalı idi. Və dostlar təklif elədi ki, gəlin bunu işıqlandıraq, bunu çıxardaq. Mən də soyuq qarşılamadım, yəni. Çox gözəl alınmışdı, çox gözəl, həqiqətən. Səhnədə oxuyarkən hiss etdiyiniz enerji ilə studiyada yazılan versiya arasında fərq varmı və o fərqi nədə görürsünüz? Çox böyük fərq var, dəhşətli bir dərəcədə. Çünki səhnədə birbaşa kontaktdasan dinləyiciylə. Studiyada isə qapalı bir kabindəsən, qaranlıqdır və təbii ki, orada olan duyğu ilə səhnədə yaşanan duyğu tamamilə fərqli. Hansı daha yüksəkdir? Təbii ki, izləyici ilə göz-gözə gəlirsən, kontakt qurursan, o daha yüksəkdir. Məsələn, bir bəstəni yaradırsan, studiyada artıq onun hazır versiyasını görürsən, daha çox həyəcan keçirirsən, yoxsa onu səhnədə izləyici ilə bir yerdə ifa etdiyində? Studiyada həyəcan keçirmirəm. Daha çox texniki məsələlərə o qədər başım qarışır ki, onun necə çıxdığını, necə olduğunu, heç onun fərqinə varmıram. Daha çox texniki məsələlərə, çox xırdaçılıqlara gedirəm. Amma onu səhnədə ifa eləyəndə təbii ki, əgər mahnı sevilirsə, geniş kütləyə hitab edibsə, onda təbii ki, həyəcan və duyğu orada yaşanır. Başa düşdüm. Bir sualım var. Bu sualı hər ikinizin cavablandırmağını istəyirəm, çünki çox maraqlı sualdır. Musiqi travmaları həm aktivləşdirə, həm də sağalda bilərmi? Bəli, əlbəttə, musiqinin şəfalandırma gücü çox-çox yüksəkdir. Məsələn, deyək ki, biz biri rəhmətə getdiyində qeyri-ixtiyari ona ağıtlar deyirik və o içimizdəki acını çıxartmaq istəyirik. Bu birbaşa insanın özündən qeyri-ixtiyari refleks olaraq özünü sakitləşdirmə, o acını sakitləşdirmə formasıdır. Və qaldı ki, hansısa bir travmanı uşaqlar ağlayırlar və onlar da içindəki hissləri artıq ağlayaraq, yəni səsli formada çıxardılar. Yəni musiqi sadəcə dinlədiyimiz melodiyalar deyildir. Həm də danışarkən istifadə etdiyimiz səs belə musiqidir, yəni səsli bir formada. Səsin yarada biləcəyi, musiqinin yarada biləcəyi, yəni şəfalandıra bilməyəcəyi heç bir şey yoxdur. Bir əlavə də eləmək istəyirəm. Musiqi burada, bu dünyada hər şey titreşimdən ibarətdir. Musiqi əsas titreşimlərdən biridir ki, hansı ki, insana birbaşa təsir edir. Məsələn, herzlər var. Musiqidə səsin, dalğanın herzləri. Məsələn, 852, biz 440-da qulaq asırıq musiqilərə hal-hazırda. Bəzi herzlər var ki, dalğalar daha doğrusu. Onlar həm də müalicəvi ola bilir. Məsələn, həyəcanı yatışdırmaq üçün ola bilər. Siqnallar var, məsələn, dalğalar var. Hansısa panik atağı keçirmək üçün. Ya da ki, belə melodiyalar var, hansı ki, insanlar bəzən elə olur ki, hansısa musiqi qulağında rahatlıq tapır. Bu da onun şəxsi seçimidir, yəni onun tələb etdiyi, duyğularının tələb etdiyi seçimdir. Təbii ki, onları hər kəsə şamil etmək olmur. Kimisi həmin musiqi qulaq asanda sakitləşə bilir, kimisi yox. Amma dalğa dediyim musiqi herzləri, onlar hər kəs üçün şamildir. Fərqi yoxdur. Böyükdən balacaya ya da qadın, kişi, hansı psixologiyada olur olsun, o herzlər müalicəvi məqsəd daşıyır. Bəs elə olubmu ki, hansısa mahnını öz oxuduğun mahnını eşitmisən, əsəbləşmisən ki, bu mənə yaxşı təsir etmir, dəyişməliyəm kimi? Yox, öz oxuduğum mahnını deyil. Yox, heç. Ya texniki olaraq səhvmi görmüsən aranjmanda, belə bir şey? Elə şeylər olur təbii ki. Elə şeylər hər zaman olur. Çünki %100 heç bir zaman istədiyimizi ala bilmirik. Mən də çox perfeksionistəm. Hər şeyi istəyirəm %100 olsun, amma %100 alındıra bilmirik hər şeyi. Nəsə çatışmamazlıq olub. Nəzərə alsaq ki,
bəzi texnikalar var ki, hal-hazırda Azərbaycanda yoxdur və onu inkişaf etdirmək üçün biz başqa alternativ yollardan istifadə edirik. Amma yenə də tam %100 alınmır heç nə. Təbii ki, nə zamansa qulaq asanda nəyisə dəyişərdim ya da nəyisə fərqli edərdim deyə fikirləşirsən. Düzdür. İnsan şuuraltına uyğun mahnı seçərək özünü tənzimləyə bilərmi? Bunun barəsində sizə bir kiçik texnika vermək istəyirdim. Deyək ki, hansısa bir anda özümüzü negativ hiss edirik, yəni qəmli, gərgin hiss ediriksə, sadəcə iç səsimizi istifadə edərək əlimizi sinəmizə yavaşca vuruşlar edəcəyik. Formasında. Bunu bir 5 dəqiqə etdikdən sonra fərqinə varacağıq ki, artıq o hisslərdən heç bir əlamət qalmayıb. Sadəcə öz melodiyamızdan, öz daxili səsimizdən istifadə edərək o acımızı artıq sakitləşdirəcəyik. Bəli. Mantra o deməkdir, öz səsinin frekansı. Mantralar həm sözlə, həm musiqi ilə olandır. Çünki biz az öncə nə dedik? Həm musiqinin şəfalandırma gücü var, həm də sözlərin şəfalandırma gücü var. Nə qədər ki biz neqativ sözlərdən istifadə edəcəyik, o bizə fərqli, yəni gərgin hiss etdirəcək. Ancaq frekansı yüksək olan sözlərdən istifadə etdiyimizdə və bunu musiqi ilə birləşdirdiyimizdə artıq hansısa bir neqativ anda belə biz onu rahatlıqla ifadə edə biləcəyik. Bilinçaltımızı, şuuraltımızı, əsəbimizi, hisslərimizi, duyğularımızı çox rahatlıqla ifadə edəcəyik, yəni dəyişdirə biləcəyik. Bir sözlə həyatımızı gözəlləşdirmək istəyiriksə, düzgün mahnılar seçməliyik, düzgün sözlər seçməliyik. Ceyhun, mahnı oxuyarkən şəxsi hissləriniz ifaya necə təsir edir? Məsəl üçün belə açmaq istəyirəm sualı. Fikirləşək ki, 2 gün yatmamısınız və səhərsi gün konsertə, böyle bir konsertə çıxmalısan. Necə olur o hissləri ötürmürsən, insanlara daha yaxşı hissləri ötürə bilirsən? Bəzən elə hallar yaşana bilir ki, onu izləyiciyə ötürməməlisən. Bu həm yorğunluq ola bilər, həm əsəbi gərginlik, həyəcan. Buna hər şey daxildir. Ya da şəxsi həyatında baş vermiş bəzi problemlər, bir çox şeylər ola bilər. Amma səhnə adamı onu yansıtmamalıdır. Güzel. Çünki dinləyicilər səndən musiqini tələb eləyir, dinləyicilər səndən səhnə performansı tələb eləyirsə və səni dinləməyə gəliblərsə, sən onlara dərdini yox, musiqini ifa etməlisən. Təbii ki, arasında necəsə, məsələn tutalım, hər hansısa bir musiqiçi həyatında hardasa ayrılıq yaşayıbsa və onu musiqiyə tökübsə, onun üçün bir bəstə yazıbsa və onu ifa edərkən hər hansısa bir duyğulara qapılırsa, bu çox təbii haldır, normaldır və dünyada bunun bir çox misallarını gətirə bilərəm. Amma yox, məsələn, hardasa problemi varsa və ya hansısa bir xəstəliyi varsa ya da nə bilim əsəbidirsə, gərgindirsə, həyəcanlıdırsa bunu göstərməməlidir mütləq şəkildə. Çünki səhnə tamamilə səndən dəyişməni, orada səhnədə olursansa hər şeyi yaddan çıxartmalısan. Tamamilə seyircilərə, izləyicilərə aid olmalısan. Bunun üçün xüsusi texnikalar edirsinizmi? Fərqli-fərqlidir. İnsanlar fərqli, bayaq dediyim kimi, fərqli insanlar özlərini sakitləşdirə bilir. Məsələn, ola bilər ki, musiqiyə qulaq asılır. Necə sakitləşdirirsiniz özünüzü ki, mən artıq səhnəyə hazırlaşıram, mən səhnədə olan gərginliyi, özümdə olan gərginliyi digər insanlara yansıtmamalıyam. Belə deyim, ümumiyyətlə həyəcan, stres məsuliyyətdən gəlir. Öncəliklə səhnə alırıqsa, biz məsuliyyətin təsirləridir ki, bu necə olacaq, nətər olacaq, onu biraz yığmaq lazımdır. Məsələn, biraz daha özünü rahat buraxmaq lazımdır ki, narahat olma, özünlə danışmaq lazımdır. Hər şey yaxşı olacaq, burada böyük bir şey yoxdur. Sən musiqiçisən, onlar dinləyicidir və ya nə bilim, hər hansısa bir şeydə fərqi yoxdur. Bu səhnəyə də aid ola bilər, hər hansısa bir işə. Ki, məsuliyyəti maksimum dərəcədə biraz arxa plana almaq və rahatlaşmaq lazımdır ki, bunu daha dəqiq həyata keçirəsən. Amma məsuliyyətli şəkildə yanaşanda o həyəcanın təsirindən səhvlər eləmək daha çox mümkündür, nəinki məsuliyyəti qırağa qoyub öz bildiyin işi eləmək, özünə əminlik yaratmaq. Ceyhun, bəs sizin üçün
musiqinin psixologiyası nədir? Mənim üçün musiqinin psixologiyası. Musiqi ümumiyyətlə bizim hər bir anımızda var. Biz doğulandan biz layla böyüyürük. Sonra müharibə edirik, marşlar oxuyuruq, sevirik. Sevgi haqqında musiqilərə qulaq asırıq, ayrılırıq, eləcə də ölürük və yenə də musiqilər olur. Tanrıya dualar belə musiqidən, musiqi notlarındandır. Ona görə də musiqi bizim həyatımızın hər nöqtəsində var. Bu psixologiya demək olar ki, yəni necə deyə bilərəm? Yəni insanın həyatının hər nöqtəsində var bu. Yəni insan bir növ musiqi başqa bir dünyadır. Biz o dünya ilə bərabər yaşayırıq. Musiqi insanın travmalarını yumşaltmaq üçün istifadə oluna bilərmi? Musiqi insanın travmalarını yumşaltmaq üçün istifadə olunur, birbaşa təsir edir. Deyək ki, hansısa bir anda siz özünüzü gərgin hiss edirsiniz və əsəbi hiss edirsiniz. Qəmli musiqi dinləsəniz, daha çox neqativ hiss edəcəksiniz, ancaq sizi sakitləşdirəcək aşağı hertzdə, frekanslarda musiqilər dinləsəniz, o artıq sizə sakitləşməyə kömək edəcək. Məsələn, dənizin səsi kimi, baharın xəbərçisi olan quşların səsi kimi, yəni təbiətdən gələn şəfalanmadır musiqinin səsi, həm də içimizdən gələn şəfalanma. Yəni bunun bizim ruhumuzun ehtiyacından yaranır və birbaşa şəfalanmada təsirini göstərir. Ən gözəl musiqi təbiətin səsidir demək istəyirsiniz. Razıyam. Musiqinin psixologiyasından danışdıq, psixologiyamıza təsirindən danışdıq. Bəs şuuraltı terapiya nə deməkdir? Şuuraltı terapiya mən öz ixtisasımdan danışmaq istəyərdim. Theta Healing. Theta Healing nədir? Bizim gündəlik istifadə etdiyimiz beyin dalğalarımız var. Alfa, beta dalğaları. Ancaq teta dalğası isə yuxu ilə hipnoz arasında olan beyin dalğasıdır. Yəni orada olanda ora necə keçə bilərik? Hansısa bir az öncə dediyimiz kimi hertzlər vasitəsilə, musiqi vasitəsilə gözlərimizi bağlayırıq və xüsusi meditasiya ilə o frekansa daxil olur. Və həmin anda heç xatırlamadığımız, heç ummadığımız bir anda olan travmamızı xatırlayırıq və artıq o şəfalanma gəlir, davam edir. Bu da hipnozla ayıq, yuxu arasında olan bir dalğadır. Hər dinləyici mahnını fərqli hiss edə bilər. Bunu necə izah edə bilərsiniz? Bu daha çox dilin bilinməməyindən gəlir, irəli gəlir. Məsələn, elə ola bilər ki, xarici bir musiqini biz dilini bilmirik və orada olan ritmə aldanıb elə bilirik ki, bu daha şən və ya daha qəmlidir. Ola bilər ki, ritmlər daha sürətlidir, daha şən ritmlərdir, amma sözlər daha qəmlidir və biz buna rəqs də eləyə bilərik. Bu sınanmış bir şeydir, məsələlərini çəkə bilərəm. Amma ki, əgər dilini bilirsənsə, musiqinin nədən bəhs etdiyini bilirsənsə, bu heç bir zaman sənə, dinləyirsənsə, sənə fərqli hisslər verə bilməz. Sadəcə bəyənib və ya bəyənməyə bilərsən və ya səni daha çox pis edə bilər, daha çox duyğusal edə bilər ya da daha çox xoşbəxt edə bilər. Amma sevinmək, necə deyim, əylənmək, bunlar artıq dilin bilinməməklə irəli gəlir. Həmin dili bilmir insanlar və o mahnıda nədən bəhs etdiyini bilmək. Musiqi həm də sözlərin musiqi ilə, mahnı sözlərin musiqi ilə birləşimi deməkdir. Yəni orada sözlər də əsas rol oynayır. Əgər sözləri başa düşmürüksə, biz o duyğunu fərqli algılaya bilərik. Bəli. Bəs ifa etdiyiniz musiqi dinləyicinin xatirələrini necə oyadır? Bunu hiss eləyə bilirsiniz? Mənim ifa etdiyim musiqilər. Məsələn, Defne mahnısını tam fərqli bir formada ərsəyə gətirdim. Və insanlar o qədər sevdi ki, o qədər sevildi ki, necə xatirələr oldu? Belə deyərdim, mən əslində şərhləri falan oxuyuram. Yazılan şərhlər gəlir, oxuyuram hamısını. Mənim üçün çünki maraqlıdır. Mən dinləyən insanlar nə düşünür haqqımda, musiqi haqqında, musiqim haqqında nə düşünürlər. Bu ola bilər ki, üzərinə zaman keçdikcə o bir xatirəyə çevrilir. Çünki ola bilər o mahnını ilk eşitdiyi an ola bilər və ya mahnının ona yatqın olduğu zaman ola bilər.
Məsələn, belə bir misal çəkim. Bir musiqiyə qulaq asa bilərik biz bir neçə dəfə, amma bir neçə dəfədən sonra da xoşumuza gələ bilər. Yəni ilk dəfədən xoşumuza gəlməyə də bilər musiqi. Bəli. Həmin anların xatirəsi qala bilər və ya həmin musiqinin davam etdiyi sırada olmuş hadisə gələ bilər. Çünki səsdir, qoxudur və məkandır. Bunlar bizim xatirəmizdə hər zaman bir yerdə olur, beynimizin bir küncündə olur. Hansısa qoxu, hansısa musiqi, şərait və ya hansısa məkan bizi keçmişə apara bilir. Mahnını yenidən işləmək qərarı çətin oldu, getmə mahnısını. Əslində dediyim kimi biz onu sadəcə məşq prosesi üçün istifadə edirik. Daha çox kantalar yaradaq, daha çox fərqli boğazlardan, fərqli keçidlərdən istifadə edirik. Amma yox, artıq bu məşq elədikcə bizə artıq buna alışqanlıq var, yatqınlıq var. Amma onu geniş kütlə ilə paylaşmaq təbii ki, məsuliyyət tələb edir. Çünki bizdən öncə onu bir neçə tanınmış müğənnilər, yaxşı sənətçilər ifa edib. Ona görə çox məsuliyyətli bir iş. Sən də yaxşı sənətçilərdən birisən. Edirəm, çox sağ olun. Rəqsanə, terapiya zamanı tövsiyə etdiyin musiqilər olur insanlara? Tövsiyə etdiyim musiqilər deməyək, ilk öncə onlara qəmgin hiss etdirəcək musiqiləri həyatlarından çıxartmağı tövsiyə edirəm. Və bunu 2 ay müddətində davamlı olaraq etdikdə artıq həqiqətən geri dönüşlər gəlir ki, tam fərqli hiss edirəm artıq, həyatım başqa bir formada dəyişir. Çünki az öncə dediyimiz kimi musiqi birbaşa bizim ruhumuza təsir edir. Və bu da birbaşa şəfalanma deməkdir. Və düşünün ki, sizi qəmli hiss etdirir, hansısa bir acınızı xatırladır. Dönə-dönə siz hər an o acını xatırlayırsınız yenidən və yenidən gərgin hiss edirsiniz. Amma onu artıq, hətta bəzi musiqilər var ki, mən onların haqqında məlumat biləndə o musiqiləri dinləyib intihar etmiş insanlar var. Bəzi musiqilər var ki, hətta onları dinləyən bəzi insanlar o qədər qəmgin olub ki, musiqini dinlədikdən sonra intihar ediblər. Və mən ona görə də hansısa bir pasiyent gəldiyi zaman, əgər qəmlidirsə, narahatdırsa, gərgindirsə, hansısa bir ayrılıq bir prosesindədirsə, mən onlara həmin hiss etdirəcək mahnıları həyatlarından çıxarmağı tövsiyə edirəm. Və bunu səhər və axşam etmələrini tövsiyə edirəm. Bəlkə də sual verəcəksiniz, niyə ancaq səhər və axşam? Çünki beynimiz az öncə dediyim kimi səhər və axşam teta frekansında və birbaşa şuuraltımıza təsir edir. Yəni daha aktiv olur. Bəli. Və aktivlikdə əlavə ruhumuza təsir edə bilər. Orada sözlərin gücü, musiqinin gücü daha yüksək olur. Və buna görə də onlara 2 ay müddətində həmin musiqilərdən, hətta həmin filmlərdən belə yəni uzaqlaşmalarını tövsiyə etdiyim zaman artıq bir fərqli yola addımlamağa başlayır. Ceyhun, bəs siz necə Rəqsanənin bu fikirləri ilə razısınız? Bəli, razıyam. Təbii ki, Rəqsanə xanımın professiyası üzrə olaraq Rəqsanə xanımın da gördüyü işlər var. Məsələn, terapiyalar var, orada da musiqidən istifadə olunur. Bizim əslində sahələrimizin bir ortaq nöqtəsi var, hansı ki biz ikimiz də musiqidən istifadə edirik. Rəqsanə xanım onu müalicəvi istifadə edir, biz də onu duyğusal yaraları bağlamaq üçün istifadə edirik. Bəli. Bəs Rəqsanə, izləyicilərə necə bir tövsiyə edə bilərsən? Necə musiqiləri dinləsinlər ki, həyatlarına daha gözəl şeylər çəksinlər? İlk öncə onları qəmli hiss etdirməyəcək, yəni birbaşa ruhlarını sakitləşdirəcək musiqilər. Hətta bunları araşdıranda özləri də tapa bilər ki, klassik musiqilərin insan beyninə necə fərqli bir formada təsiri var. Məsələn, deyək ki, hansısa bir insan yaradıcılıqla və yaxud da dərs eləyir, deyək, bunun hesablama və ölçülmə praktikaları var. Bir insan dərs eləyir və ciddi bir ortamdadır. O, hansısa bir klassik musiqidən istifadə edirsə, onun yaradıcılığı daha fərqli bir formada ortaya çıxır. Və siz içinizdə, yəni hər izləyiciyə tövsiyə edirəm ki, içinizdəki yaradıcı insanı ortaya çıxarmalarını və elə musiqilər dinləməyi tövsiyə edirəm. Çünki biz, məsələn, belə bir şey var. Biz istirahət edəndə biz gedirik içimizdə yığılıb qalan bir
canavara dönüşən bir duyğu duyğur. Biz onu yatırtmağa gedirik. Biz ona hər hansı bir istirahət edəndə bir sakitlik biz axtarırıq. Hansısa sakit bir məkana gedirik. Ola bilər ki, şəhərin səs-küyündən uzaqda, bir növün meşənin bir kənarında. Bu əslində içimizdəki o yığılıb qalan canavarı öldürmür. Əksinə yatırır. Biz onu aqressiyadan çıxartmalıyıq və məsələn, inkişaf etmiş bəzi ölkələrdə, Yaponiyada və ya bir neçə ölkələrdə bunun üçün seanslar var. Hansı ki, orada var gücünlə bağıra, nəyisə qıra, bu aqressiyanı çıxarda biləcəyin yerlər var və bu çox yaxşı bir şeydir. Eləcə də musiqidə, məsələn, əgər ki, bir duyğusal hər hansı bir hadisə yaşayırsansa və ağlamalısansa, heç təbii ağlamalısan, çünki heç nə hata eləməz. Bunu yaşamalısan, amma çoxunluq olaraq həyatını pozitivə yükləməlisən. Təbii ki, heç bir zaman əgər heç bir hal baş verməyəcəksə, durduq yerə özünü qəmli musiqilərə salıb mütləq şəkildə çalışmalısan ki, həyatı pozitiv saxlayasan. Çünki həyat rəngli olmağı sevir, qaranlıq olmağı. Bəli, demək istəyirsən ki, pozitiv olun, pozitiv deyin, həyatınıza çəkin. Çox təşəkkür edirəm. Bizimlə bərabər Ceyhun Səmədov və Rəqsana Ağamaniyeva idi. Çox sağ olun mənlə bərabər bu verilişi, gözəl söhbətlər etdiyiniz üçün. Dəyərli izləyicilər, musiqi yalnız eşitdiyimiz səs deyil, o ruhumuzu, hisslərimizi oyadır və şuuraltımızla birbaşa dialoq qurur. Bizimlə bərabər Ceyhun Səmədov və Rəqsana Ağamaliyeva ilə bu dərinə söhbət üçün təşəkkür edirəm. Son olaraq isə biz bu çəkiliş etdiyimiz məkan üçün Sensum Restoranlar şəbəkəsinə təşəkkürümüzü bildiririk. Sağ olun, sevgi ilə qalın.